Səidə xanım, siz fikir verirsinizmi son dövrlərdə rus sektorunu bitirən uşaqların danışıq tərzi bədii danışıq tərzi kimi qəbul olunur? Hiss edirsiniz? Bəli. Ümumiyyətlə deyirlər ki, onlar daha belə savadlı görünürlər danışanda, ümumiyyətlə hilədə görünürlər. Çünki onlar Georgiya, rus dilində Georgi deyirlər. Tutaqlı çayını hərflərdir. Məsələn, ç hərfinə k deyirlər. Yəni bunların artıq bilirsiniz necə bizim dilimiz niyə belə olur? Çünki bizim dilimizə nə bilir, bir gah türk dili deyirik, gah Azərbaycan dili deyirik. Əslində bizim dilimiz paytaxt salatına dönübdür. Türk kəlmələr də var, fars kəlmələr də var, bahəm. O gün bir dostuma zəng vurmuşam, deyirəm bayram mübarək, bahəm. Fars kəlmələr, həqiqətən belədir bu. Yəni biz öz dilimizi inkişaf edirik. Biz türk dilini belə deyək, demirik.